Salam dostlar, bugün sizinle 7. sınıf fizika iş dəftərindən fiziki cəmiyyətlərin ölçülməsi dərsinə baxacağıq. Baxaq birinci suala. Şəkildə təsvir olunmuş cihazlara əsasən cədvəl doldur. 1. Menzurka ölçdüyü cəmiyyət millilitr. İkinci termometr ölçüsü dərəcə. 3. Spidometr kilometr bölünsün saat. 4. Saniyə ölçən ölçdüyü cəmiyyət saniyə. 5. Ölçü lenti ölçdüyü cəmiyyət metr. Tərəzi ölçdüyü cəmiyyət kiloqram. İkinci suala baxaq. Cihazın bir bölgüsünün qiymətini müəyyən edin. Cihazın bir bölgüsünün qiymətini tapmağa görə B çıxılsın A bölünsün N düsturundan istifadə edirik. Yəni 3 çıxılsın 2 bölünsün 10 bərabər 0,1. Sonra B-yə baxaq. 40 ilə 20 misal götürək. 40 çıxılsın 20 bölünsün aralarındakı saya. 5-də 20 bərabərdir 4-ə. C-yə baxaq. 20 çıxılsın 15 bölünsün 5 bərabər 5-də 5, yəni 1 tam. Sonra baxaq 3-ə. Şəkildə təsvir olunmuş cihazların göstəricisi nəyə bərabərdir? A 65 millilitr, B 26 dərəcə, C 8,8 saniyə. 4-cü. Şəkildə təsvir olunmuş cihazla bağlı məlumatları cədvələ uyğun xanlarda qeyd et. Cihazın adı voltmetr, ölçdüyü cəmiyyət gərginlik, bir bölgünün qiyməti 6 çıxılsın 4 bölünsün 10 bərabər 10'da 2, yəni 0,2 volt. Cihazın göstəricisi 2,8. Yuxarı ölçü həddi 8 volt. Kiçik ölçü həddini də soruşsa 0,2 volt, yəni bir bölgünün qiymətini qoyacaq. Baxaq 5-ci suala. Doğru çıxışı müəyyən edin. Fiziki cəmiyyətləri ölçmək mümkündür. Doğrudur. Uzunluq vahidi BC-də əsas vahiddir. Doğrudur. Uzunluq yaylı tərəzi ilə ölçülür. Bu isə yanlışdır. Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə like atıb kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək.